Glombinin yenilməsi ilə meşə sakitləşir. Qaranlıq enerji çəkiləndən sonra ətrafda yumşaq, pastel rəngli işıq tozları havada ağır-ağır süzülür. Qəhrəman yerdəki parıltıları izləyərkən birdən Fliffy onun çiyninə çıxıb fəxrlə "Mən elədim" baxışı atır. Auralin ona diqqətlə baxıb gözlərini qıyır. Sanki yaxşı sən kömək etdin, amma biraz da təsadüf oldu demək istəyir. Fliffy isə özünü daha da şişirdib qanadlarını həyəcanla çırpır və yenə də təsadüfən qəhrəmanın saçına ilişib qalır. Serifon havada sakit dalğalanaraq qəhrəmana yaxınlaşır və qızılı işıqla bir mesaj göstərir. Meşənin dərinliyində başqa bir enerji oyandığını bildirən kiçik simvol. Qəhrəman kitabının səhifələrini çevirdikcə səhifələr avtomatik parıldayıb yeni bir xəritə formalaşdırır. Xəritədə meşənin qadağan olunmuş bölgəsi görünür. Ayın güzgüsü vadisi. Bir anda meşənin döşəməsi titrəyir və qəhrəmanın ayaqları altından balaca, yumru, kobud görkəmli bir canlı çıxır. Adı Mokbul olan, üzündə həmişə yorğun ifadə olan, amma özündən xəbərsiz komik hərəkətlər edən yeraltı meşə sakini. Mokbu yerdən çıxan kimi yorğun səslə deyir: "Ah, nəhayət biriniz məni tapdı, 5 saatdır burada ilişib qalmışam." Fliffy şok olur, Auralin başını yana əyir, Serifon isə sadəcə işıqla göstərir. Mokbu isə vəziyyəti anlamayıb qəhrəmanın ayağına baxır. "Heyəmən sən də yeraltımsan" deyərək qəhrəmanın ayağının altını yoxlamağa başlayır. Qəhrəman təlaşla ayağını çəkir və Auralin güclə gülməyini saxlayır. Lakin Mokbu qəfildən ciddi olur. O, vadidə oyanan təhlükədən danışır. Ayın güzgüsündə əsrlərdir bağlanan çoxdilli, güzgü formalı varlıq, Miralux öz sərbəstliyini bərpa etməyə çalışır. Miraluxun gücü ay işığı ilə güclənir və bu gecə tam ay çıxacaq. Qəhrəman və dostlarının oraya gecə düşməzdən çatması lazımdır. Yol boyu meşə yenidən canlanır. Ağacların budaqları onlara yol açmaq üçün əyilir, su çayları işıq selinə çevrilir. Fliffy isə yol boyunca o qədər həyəcanla uçur ki, hər dəfə çiçək ləçəyi üzünə dəyib "həşəkiş" deyə 1000 dəfə hapşırır. Mokbu buna əsəbləşir. "Bu nədir belə? Mən yer altında belə hapşu hücumu görməmişəm." Uzaqda ayın güzgüsü vadisi görünəndə hava dəyişir. Mavi işıq göyə qalxır, güzgü kimi parlayan nəhəng daş strukturlar görünür və onların arasından Miraluxun parıltılı silueti duyulur. Qəhrəman kitabını daha möhkəm sıxır. Dostlar yanında sıralanır. Səhnə getdikcə epikləşir. "Hazırsız?" Qəhrəman soruşur. Auralin parıldayır. Serifon dalğalanır. Fliffy təsadüfən tərs tərəfə uçub, sonra utanıb geri qayıdır. Mokbu isə "Hazıram, amma niyə qaçmırıq?" Hamı bir anlıq ona baxır. Sonra qəhrəman gülümsəyir və işıq dolu vadiyə doğru ilk addımı atır.